Yerin yaranması və inkişafı litosfer bölməsindən yerin planetar və geoloji inkişafı mövzusunda testlərin izahına baxarıq. Birinci sualda deyir ki, Fanerozoy eonuna aid olan geoloji eralar. Fanerozoy eonu bildiyimiz kimi aşkar həyat deməkdir. Aşkar həyat bu eona aid olan eralar dedikdə Mezozoy olmalıdır, Paleozoy olmalıdır və Kaynozoy olmalıdır. Amma Proterozoy və Arxe isə Kriptozoy eonunun eraları sayılır. Ona görə cavabımız B variantı olur. Növbəti suala baxaq. Ant-Kordilyer dağ qurşağında yerləşən vulkanlar. Ant-Kordilyer dağ qurşağı Şimali Amerika və Cənubi Amerikadakı qərb hissəsində yerləşən dağ qurşağıdır. Burada yerləşən vulkanların xəritəsinə baxmaq lazımdır. Ant-Kordilyer qurşağında yerləşən vulkanları bizdən istəyir. A variantı deyir ki, Kolima. Bax görək Kolima harda yerləşir. Kolima görür ki, bu həmin o Ant-Kordilyer dağ sistemində yerləşir burada. Sonra Kotopaxi. Kotopaxi vulkanı da və həmçinin bu Ant-Kordilyer qurşağında yerləşir. Daha sonra isə Sant-Petro. Görür ki, cavabımız elə A variantıydı. Digər variantlara hər ehtimal qarşı baxsa, Erebus vulkanı da Rus adasında yerləşir. Kostuşko da Avstraliyanın ən hündür dağı sayılır. C variantı deyilir ki, Aconcagua. Aconcagua Cənubi Amerikanın ən hündür dağıdır, amma vulkan deyil o. Kilimanjaro yerləşir Afrikada. Daha sonra Orizaba. Orizaba vulkanı Cənubi Amerikada yerləşir. Bu öz yerində. Amma ki, Mitchell Appalachian ən hündür dağıdır və vulkan deyil. Daha sonra Y variantı körləyən şeylər McKinley dağıdır, bir də Tupkal dağıdır. McKinley Şimali Amerikanın, Tupkal isə Atlas dağlarının ən hündür zirvəsi sayılır. Keçirik növbəti suala. Növbəti sualda deyir ki, Vegener nəzəriyyəsinə görə ilk yaranan qrup parçası adlanır. Vegener nəzəriyyəsinə görə ilk yaranan qrup parçası adlanırdı Pangeya. İnsanın əmələ gəldiyi geoloji era və ya dövr isə burada cavabımız olacaq Kaynozoy, Antropogen və yaxud da 4-cü dövrdə deyirik biz bunu. Dövr. Sonra qədim platformaların əmələ gəldiyi eralar. Adından da məlumdur ki, qədim olmalıdır. Ən qədim eralar hansılardır? Ən qədim eralar Kriptozoyun, Arxe və Proterozoy eralarıdır. Cavabımız A variantı. Daha sonra bizə deyir ki, Şimali Amerikanın və Avrasiyanın şimalında çoxillik donuşluğun yarandığı era və dövr. Şimali Amerikanın və Avrasiyanın şimalında çoxillik bir donuşluq yaranmışdır. Biz bunu həmçinin adlandırırıq 4-cü dövr buzlaşması. 4-cü dövr buzlaşması da Kaynozoy erasının dövründən biridir. Digərləri hansıydı? Paleogen idi. Paleogen. Və üzr istəyirəm. Birinci Neogen. 4-cü dövrdən əvvəl Neogen. Ondan əvvəl də o Paleogen dövrü. Ardıcısı isə Paleogen, Neogen və 4-cü dövr buzlaşması yaşanıb Kaynozoyda. Cavabımız da burada D variantıdır. Kaynozoy erasına aid olan geoloji dövrləri qədimdən cavana doğru ardıcıl müəyyən. Elə bayaq dediyim kimi qədimdən cavana necə idi? İlk öncə Paleogen gəlirdi. Daha sonra Neogen gəlirdi. Ondan sonra da Antropogen gəlirdi. Və bundan əvvəlki sualı əlavə məlumat verərək bu sualı cavabladıq. Cavab Y variantı. Növbəti sual. Fanerozoy eonuna aid deyil. Fanerozoy eonu aşkar həyat. Burada daxil Paleozoy, Mezozoy və Kaynozoy eraları və onların dövrləri. Variantdan deyilir ki, Lavrasiya və Gondvananın parçalanaraq müasir materikləri əmələ gətirməsi. Bəli, bu
Fenerozoik eonuna aiddir. Mezozoik dövrü. Üstəm. B variantı deyir ki, Pangeyanın Lavrasiya və Gondwana qullarına parçalanması. Bu Paleozoik dövrünə aiddir. Örtülü toxumlu bitkilərin, məməlilərin və quşların yaranması. Örtülü toxumlu bitkilər aiddir Mezozoik dövrünə. Çılpaq toxumlar isə Paleozoik. D variantı deyir ki, qədim qırışıqlıqların və güclü vulkanizmin başlanması, bakteriyaların və ibtidai təkyüzeylilərin yaranması. Ən qədim qırışıqlıqlar, ilk olaraq güclü vulkanizm. Burada bizə ən çox kömək edən təkyüzeyli sözdür. Yəni ilk yaranan təkyüzeylilər ibtidai varlıqlar olub. Cavabımız da bu da D variantıdır. E variantı deyilən Tez okeanın parçalanması, Aralıq Qara, Xəzər, Aral dənizlərinin bir-birinin ayrılması isə Kaynozoik dövrü sayılır. 9-cu sualda deyilir ki, Kriptozoik eonuna aid deyil. Kriptozoik eonu, yəni ki, gizli həyat deməkdir. İlk öncə baxırıq A variantına. A variantında deyilir ki, dəmir və polimetal filizləri yaranmışdır. Bu cavab tamamilə doğrudur. Dəmir və polimetal filizləri Kriptozoik eonunda aiddir. B variantında deyilir ki, örtülü toxumlu bitkilər və qədim sürünənlər yaranmışdır. Əvvəlki suallardan birində bunu demişik ki, örtülü toxumlu bitkilər və qədim sürünənlər yaranıb Mezozoik erasında. Mezozoik erasında Kriptozoik yox, Fenerozoik eonuna aiddir. Cavabımız elə burada B variantı olacaq. Sonra C variantında deyilir ki, bakteriyalar və ibtidai təkyüzeylər yaranmışdır. Bu doğrudur. Sonra D-də deyir ki, güclü vulkanizm baş vermişdir. Bu da doğrudur. Y variantında deyilir ki, iki geoloji eraya bölünür. Bu doğrudur. Arxeik və Proterozoik eralarına bölünür. Proterozoik. Sonra 10-cu suala keçirik. Cədvəldə verilən geoloji dövrlərdən hansılarının yerində etsək, onların qədimdən cavana doğru düzgün sırasını müəyyən etmək olar. Təklif edirəm, burada biraz cavanlara baxaq. Cavanlardan qocalara doğru gedək dövrlər olaraq. İlk öncə Neogen dövrünü qeyd edilib. Neogendən daha cavan dövr yalnız antropogen dövrdür. Ondan qoca dövr isə Paleogendir. Bu doğrudur. 5 ilə 6-nın yeri doğrudur. Sonra 4-cü dövrdə 4-cüyə yazıb ki, Trias. Trias Mezozoik erasının dövrüdür. Kaynozoikdan əvvəlki dövr Mezozoikdur. Mezozoik başqa bir şey də yoxdur. Bu da doğrudur. Deməli 4-dür, 5-dir, 6-dır. Bunlarla işimiz yoxdur. Sonra gəlin bunları ardıcıl sayaq. Paleozoik erasının dövrləri 6 dövrüdür. Birinci gəlirdi Kembri. Qısa yazsam Kembri. Sonra gəlirdi Ordovik. Sonra gəlirdi Silur. Sonra Devon gəlirdi. Sonra gəlirdi Daş kömür. Sonra gəlirdi Perm. Bu dövrləri ardıcıl sıralayanda baxaq görək. Ən qədimi hansıdır bura aid olan? Kembriyə aid heç nə yazılmayıb. Ordovika aid heç nə yazılmayıb. Silur yazılıb. Ardınca da Devon. Deməli, Silur Devondan daha qədim dövrdür. Burada cavabımız olur B variantı. Biraz silim. Sonra keçirik 11-ci suala. Cədvəldə verilən geoloji dövrlərdən hansının yerini dəyişsək, onların cavandan qədimə doğru düzgün sırasını müəyyən etmək olar. Bu dəfə elə bizim üçün rahatdır. Buradan Paleogendən gedək. Kaynozoik erasına aid olan burada yalnız və yalnız Paleogen dövrü verilib. O zaman bu doğrudur. Bundan bizim işimiz yoxdur. İkinci isə Jura dövrü verilib. Jurada Mezozoik erası idi. Trias, Jura və Təbaşir dövrləri var. Görürük ki, başqa heç nə yoxdur. Bundan da işimiz yoxdur o zaman. Üçüncü yenə Paleozoik dövrləridir. Paleozoik dövrləri burada yenə qarışıqlıq yaradır. Yenə bir daha özümüz üçün bunu yada salsaq. Birincisi Kembri idi. Ən qədimdir, düzdür. Daha sonra Ordovik gəlməli idi. Ondan sonra isə Silur gəlməli idi.
Cavabımız B variantı idi. Bayaq yazmışdım deyə yenə yazmadım. Cavabımız oldu B variantı. 12-ci suala baxırıq. 12-ci sualda deyir ki, yerin geoloji inkişafına aiddir. Yerin geoloji inkişafı A variantı deyir ki, yerin səthində kütləvi şəkildə lava püskürmələri baş vermişdir. Bu ay erasıdır. Ay erası baş verib planetar inkişaf mərhələsində. B variantı deyir ki, yerin mantiyası və nüvəsi yaranmışdır. Yəni yer bir planet kimi formalaşmışdırsa, bu da planetar inkişaf mərhələsidir. C variantına ki, baxmayaq. D variantı deyir ki, 6-7 milyard il əvvəl başlanmışdır. 6-7 milyard il yox. 4,5 uzağı 5 milyard il əvvəl yerin geoloji inkişafı başlanmışdır. Sonra ilk atmosfer əmələ gəlmişdir. Pantallas yaranmamışdan əvvəl, yəni ilk okean yaranmamışdan əvvəl, hidrosfer yaranmamışdan əvvəl ilk atmosfer əmələ gəlmişdir ki, yağışlar yağdı və s. Bu da planetar inkişaf mərhələsinə aid edilir. Yer qabığının təbəqələri isə yerin geoloji inkişaf mərhələsinə aiddir yaranması. 13-cü sualda deyir ki, Kaynazoya aid deyil. Burada Y variantından yuxarı doğru getmək. Baxaq. Aralıq Qara Xəzər və Aral dənizlərinin bir-birindən ayrılması, Tets okeanın parçalanmasıdır bu. Elə həm Y, həm C variantı burada aiddir. Müasir landşaftların yaranması, bəli bu da aiddir. Dördüncü dövr buzlaşmasının baş verməsi bu da aiddir. Bircə Pantallasın parçalanması Kaynazoya aid deyil, Mezozoya aiddir. Sonra 14-cü sualda deyir ki, Kaynazoyu Mezozoydan fərqləndirən xüsusiyyət. A variantda deyir ki, vulkanizm prosesləri baş vermişdir. Vulkanizm prosesləri hər ikisinə baş verib. Neft və təbii qaz yataqları yaranmışdır. Hər ikisinə baş verib. 3 geoloji dövrə bölünür. 3 geoloji dövr hansılar idi? Eralardan yəni söhbət gedir. Kaynazoyda antropogen, neogen və paleogen, Mezozoyda isə Trias, Jura və Tabaşir. Bu da hər ikisinə aiddir. Panozoya ona aiddir, bu da hər ikisinə aiddir. Xəzər və Aral dənizlərinin qapalı hövzəyə çevrilməsi, bu Tets okeanın parçalanması, bu da olub Kaynazoydur. Mezozoya heç bir aidiyyatı yoxdur. Cavabımız Y variantıdır. 15-ci sualda deyilir ki, geoloji dövrlərinin nisbi yaşlarına görə qədimdən başlayaraq ardıcıl düzülüşünü müəyyən edin. Qədimdən cavana doğru düzülüşümüzü istəyir. Biz paleozoy erasını yenidən özümüz üçün saysaq, Kembri, Ordovik, Silur, Devon, Daşkömür, Permidir. Paleozoy erasına aid yalnız və yalnız Kembri dövrü bizdə var. Deməli, ilk olaraq cavabımız da 4 olmalıdır. İkincisi isə Mezozoy dövrünə eralarına baxırıq. Trias, Jura və Tabaşir. Trias var. Ondan sonra gəlməlidir. Paleogen, neogen yoxdur burada yenə. Və dördüncü dövr gəlməlidir. Cavabımız Y variantı oldu. Yerin inkişafının ilk mərhələlərindən fərqli olaraq, hazırda kütləvi vulkan püskürmələrinin müşahidə olunmamasının səbəbi çox sadə sualdır əslində. Bir dəfə oxuyaq variantları. Nüvənin soyumasına maqmanın əmələ gəlməməsi. Belə bir şey baş verməyib. Litosfer havalarının hərəkətinin sabitləşməsi. Xeyr, hələ də hərəkətdədirlər. Yer qabığının qalınlığının daha da nazikləşməsi və dərin çatların yaranması. Belə bir şey olsaydı, vulkan püskürmələri biraz da daha çox olardı. D variantında deyilir ki, təbiətə antropogen təsirin güclənməsi. Bunun vulkanizmlə nə əlaqəsi? Yerin üstünə baş verən proseslərdə insan amili. Y'də isə deyir ki, bərk və qalın yer qabığının formalaşması. Bəli, cavabımız burada Y variantıdır. Keçək növbəti suallara. On 7-ci sualda deyilir ki, geoloji dövrlərin yaşlarına görə qədimdən başlayaraq ardıcıl düzülüşünü müəyyən edin. Yenə özümüz üçün paleozoy dövründən günümüzə kimi sayırıq. Kembri, Ordovik və Silur. Gördük paleozoy dövrünü. Kembri, Ordovik, Silur, Devon, Daşkömür və Perm. Burada saydıqda paleozoya aid bircə Daşkömür dövrünü gördük. Yenə bir dəfə də yazım mən yazısı. Kembri, Ordovik
ən çox çaşdıran abituriyentləri həmişə bu paleozoy dövrü olur. Silur, Devon, Daşkömür, bir də Permdir. Baxımını görürəm ki, paleozoy dövrünə aid era bircə Daşkömür var burada. Birinci variantı seçdim ən qədim olaraq. İki variantım hələ ki uyğun gəlir buna. Sonra gəldik Mezozoy dövrünə. Mezozoy dövrü necə idi? Trias, Yura və Təbaşir dövrləri. Trias, Yura və Təbaşir. Bircə Təbaşir var burada. İkinci variantı götürdüm buradan. Cavabım elə bəllidir, C variantı olacaq, amma axıra kimi baxaq. Daha sonra isə Kaynozoy dövrünün eraları. Ən qədimi paleogendir. Ondan sonra neogen gəlir, sonra antropogen dövr gəlir. Cavabımız C variantı olacaq. Bunu da hələ ki silmirəm, qoy qalsın. Sonra soruların mütləq yaşı müəyyən edilir. Mütləq yaşı nisbi yaşından müəyyən qədər fərqli vaxtı var idi. Cavabı baxaq, ondan sonra ondan deyəcəm. A variantı deyir ki, suxurların tərkibindəki daşlanmış orqanizm qalıqlarına görə yox, bu deyil. Sonra suxur laylarının qalınlıqlarına görə, bu da deyil. C-də deyir ki, suxurların tərkibindəki radioaktiv elementlərin parçalanma müddətinə görə. Mütləq yaş sırf bu parçalanma müddətinə görə müəyyən edilirdi. Amma nisbi yaşı isə suxurların bir-birinə nisbətən yaşlıdır bu bir növdə. Nisbi yaşı isə müəyyən edilirdi suxurların yatım ardıcıllığına görə. Bu nisbi yaşdır. Nisbi. Ola bilər yenə çıxsın qabağımıza. Onda düz yazarıq. Kaynozoy erasına baş verən ən mühüm hadisələr. A variantı deyir ki, Pangeanın parçalanması. Pangea vahid quru parçasıdır. Artıq o vaxta kimi, Kaynozoy erasına gəlib çatdığımıza kimi ən cavan eradır Kaynozoy. Bu baş vermişdir. Belə deyir ki, Ap dağ əmələ gəlməsi, buzlaşma. Hələ ki uyğun gəlir, bunu yadda saxlayaq bir. Sonra C-də deyir, Hersin dağ əmələ gəlməsi. Hersin dağ əmələ gəlməsi baş verib paleozoy erasına. D-də deyir ki, Ap dağ əmələ gəlməsi, nəhəng sürünənlərin meydana gəlməsi. Ap dağ əmələ gəlməsi doğrudur, amma nəhəng sürünənlər yaranmışdı Mezozoyda. Daha sonra Kimmer dağ əmələ gəlməsi, insan yaranması. Kimmer dağ əmələ gəlməsi də yaranıb paleozoy erasında. Cavabımız elə burada B variantıdır. Növbəti sualda deyir ki, hansı geoloji eralarda atmosferdə sərbəst oksigen daha çox olmuşdur? Sərbəst oksigen təbii ki, Mezozoy və Kaynozoy eralarında daha çox olub. Artıq həmin dövrə kimi müasir landşaftlar yaranıb, ağaclar və s. 21-də deyir ki, Kriptozoy və yaxud da Kembriyaya qədərki dövr, gizli həyat çağı adlandırılır. Bunun səbəbi. Səbəbinə baxdıqda A variantı deyir ki, bu dövrdə intensiv vulkan püskürmələrinin olmasıdır. Yox, bunun heç bir açıqlayıcı bir yönü yoxdur. Bu dövrün suxurlarında canlı orqanizm qalıqlarının aşkar edilməməsidir. Bu variant uyğun gəlir, digərlərində baxaq. Yer qabığının hələ formalaşmamasıdır. Yer qabığı artıq o vaxt formalaşmışdı. Lakin müasir landşaftlara xeyli var formalaşmağına. D-də deyir ki, bu yaşlı suxurlarda çökmə suxurlar üstün olmuşdur. Bunun da bir açıqlayıcı yanı yoxdur. Yer kürəsində insan hələ yaranmaması. Yəni, insan zaten 4-cü dövrdə yaranıb, amma bunda heç bir aidiyyatı yoxdur məsələyə. Cavabımız elə B olur. Bu dövrün suxurlarında canlı orqanizm qalıqları aşkar edilməyib, elə ona görə də həmin dövrki canlılar, sonra həmin dövrdə baş verən hadisələr bizə məlum deyil ki, bu suxurlar əsasən müəyyən edək ki, falan hadisə baş vermişdir. 22-ci suala baxırıq. 22-ci sualda deyir ki, yerin geoloji inkişafı ilə bağlı hansı ifadələr doğru deyil? Birincide deyir ki, üzü məşkəl suxurlar bioloji mərhələdə yaranmışdır. Bu doğrudur. Bizdən doğru olmayanlar istəyir. İkincide deyir ki, daha qədim suxurlarda tapılan canlı orqanizm qalıqları mürəkkəb quruluşa malikdir.
Daha qədim süxurlarda özümüz də dedik ki, tək hüceyrəlilər, ilkin çox hüceyrəlilər və sair tapılmışdı. Onlar da o qədər də mürəkkəb quruluşda olmayıblar. Daha sadə quruluşda olublar. İkini doğru götürürük. Üstdə deyir ki, cavan platformaların bünövrəsi 2000-yə qədərki dövrdə formalaşmışdır. Cavan platformaların bünövrəsi yox, qoca platformaların, yəni yaşlı platformaların bünövrəsi 2000-yə qədərki dövrdə formalaşmışdır. Bu da yanlışdır. Dördüncü deyir ki, materik tipli yer qabığı okean tipli yer qabığından daha qalındır. Bu təbii haldır. Materik tipli yer qabığında qranit qatara rast gəlinir. Okean tipli yer qabığında isə qranit qatara rast gəlinmir. 5-ci deyir ki, Paleozoy erası iki qırışıqlıq mərhələsindən ibarətdir. Paleozoy erasında Kembri dövrünə Baykal qırışıqlığı da düşür. Baykal. Daha sonra Kemri və Ordovik dövrlərinə Baykal qırışıqlığı düşür. Ondan sonra Kaledon və Hersin qırışıqları da var. Kaledon və Hersin. Deməli, 2 qırışıqlıq yox, 3 qırışıqlıq var. Ona görə 5-ci variantda götürürük. Daha sonra 6-da soruşur ki, bizdən Baykal qırışıqlığı əsasən 2 eranı əhatə edir. Bu da doğrudur. Əsasən 2 eranı əhatə edir. Cavabımız olur 2, 3, 5 A variantı. Keçirik 23-cü suala. Üçüncü sualda bizdən istənir ki, sxemi tamamlayaq. Kaynozoy erasında Avrasiya və Şimali Amerika materiklərində dağ silsilələri qeyd olunub. Sahil sıra dağları Şimali Amerikada Kaynozoy erasıdır. Kordillerin sahil sıra dağları. Baxaq görək, Avrasiyada hansı uyğun ola bilər? Himalay uyğun ola bilər. Sonra Alp dağları uyğun ola bilər. Kunlun Mezoya daxildir. Kunlun uyğun ola bilməz. Karpat uyğun ola bilər. Yakopet dağı da uyğun ola bilər. İkincidə deyir ki, bu ölkələr, yəni bu dağların yerləşdiyi ölkələr inkişaf etmişdir, yoxsa inkişaf etməkdə olandır. Bunu müəyyən etməliyik. Alp dağları əsasən yerləşir inkişaf etmiş ölkələrin ərazisində. Şimali Amerikanın sahil sıra dağlarda Amerika Birləşmiş Ştatları və Kanadanın ərazisinə düşür. Ona görə biz bunu inkişaf etmiş ölkə kimi götürə bilərik. Sonra 3 və 4. 3 və 4-ə baxdıqda 3-də yazılıb Nepal. Nepal inkişaf etmiş ölkə deyil. Həmçinin Alp dağlarda bu ərazidə yerləşmir. 3-ə İsveçrə uyğun gəlir. Alp dağlarının yerləşdiyi inkişaf etmiş ölkə. 4-ə də Kanada uyğun gəlir. Cavabımız 14-də A variantı olur. Sonra Euler-Venn diaqramına əsasən uyğun bədləri müəyyən etməyimizi istəyir. Birincidə yazıb ki, Kaynozoy erası, Mezozoy erası. Bir də bunların oxşar yönləri var. Müasir landşaftlar və insan yaranmışdır. Müasir landşaftlar və insan Kaynozoy dövründə yaranıb. Sonra deyir ki, Trias Jura təbaşir dövrlərinə bölünür. Trias Jura təbaşir dövrlərinə Mezozoy bölünürdü. B variantı. Bunu da A yazmalıyım. Yanlışlıqla 1 yazdım. Sonra C-də deyir ki, Himalay, Pamir, Qafqaz dağları yaranmışdır. Bu Kaynozoy erasına aid olan məsələdir. Sonra D-də deyir ki, Fanerozoy eonuna daxildir. Hər ikisi Fanerozoy eonuna daxildir. Ortaq yöndə bu. Y-də deyir ki, Kimeri qırışıqlığı baş verib. Kimeri qırışıqlığı Mezozoy erasına baş vermişdir. Uyğun varianta baxdıqda öz istəyirəm, burada B artıq gedib. Bu da olmalıdır C əvəzinə. Mən C-ni deyib B-ni qeyd eləmişəm. O zaman cavabımız olur D variantı. C-də Himalay, Pamir, Qafqaz dağları deyib B-ni qeyd eləmişəm yanlışlıqla. Sonra 25-ci tapışıqda deyir ki, Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Kaynozoy erası, Mezozoy erası və bunların oxşar cəhətləri. Paleogen, Neogen və Antropogen dövrlərə bölünür.
Bu A variantı uyğun gəlir birinci. Yəni Kaynazoy erasına. B-də deyir ki, Verxoyansk-Çerski qumlu dağ sistemi yaranmışdır. Verxoyansk-Çerski və qumlu dağ sistemi Mezozoy erasında yaranıb. Üçüncüdə deyir ki, Muradxanlı və Mollakənd neft yataqları formalaşmışdır. Muradxanlı və Mollakənd neft yataqları Mezozoy yaşlı neft yataqlarıdır. Cavab olur C variantı burada. Sonra D-də deyir ki, Şimali Amerika və Avrasiyada dağlar yaranmışdır. Bu hər ikisinə aiddir. Həm Şimali Amerikadan da Avrasiyada hər ikisinə aid yaşlı dağlara rast gəlinir. E variantı deyir ki, 404 buzlaşması baş vermişdir. 404 buzlaşması da Kaynazoy erasında baş vermişdir. Bir də cavabımız olur. 25-də olur cavabımız. Birinciyə A-ya uyğun gəlməlidir. 2-yə B-C, 3-ə də D. Cavab Y variantı oldu. 26-cı tapşırıqda Euler-Venn diaqramına əsasən uyğun bəndlərin müəyyən etməyimizi istəyir. Kaynazoy və Mezozoy arasında xüsusiyyətləri qeyd edirik, bir də onların ortaq xüsusiyyəti. Birincidə deyir ki, Kember dağ əməgəlmə mərhələsi baş vermişdir. Kember dağ əməgəlmə mərhələsi Mezozoy erasında baş verib. Sonra Fanerozoy eonunun erası. Fanerozoy eonunun hər ikisi Kaynazoy da Mezozoy da onun erasıdır. Bunu iki ortaq cəhət kimi yazırıq. Üçüncü, Tetis okeanı parçalanmışdır. Tetis okeanı Kaynazoy erasında parçalanmışdır. Dördüncü deyir ki, dördüncü dövr buzlaşması baş vermişdir. Bu da Kaynazoy erasında baş vermiş hadisədir. Sonra qədim sürünənlər yaranmışdır. Qədim sürünənlər də Mezozoy erasında yaranmışdır. 3 geoloji dövrə bölünür. Həm Kaynazoy, həm də Mezozoy 3 geoloji dövrə bölünür. Bir dəfə də yadımıza salaq. Paleogen, Neogen və Antropogen dövrlər Kaynazoy erasının, Mezozoy erasında isə Trias, Jura, təbaşir dövrləri var. Ona görə ortaq cəhət kimi qeyd edirik. Deməli, 1-ə 3 və 4, 2-yə 1 və 5, 3-ə isə 2 və 6 uyğun gəlir. Cavabımız Y variantı. Verilən xüsusiyyətlərin aid olduğu geoloji eranı müəyyən edin. Lavrasiya və Gondvana parçalanaraq müasir materiklər yarandı. Pantalas müasir okeanlara bölündü. Karler dağlarının şərq hissəsi formalaşmışdır. Karler dağlarının qərb hissəsi, yəni sahil dağları Kaynazoy erasında formalaşıb, amma şərq hissəsi isə Mezozoy yaşlıdır. Həmçinin Pantalasın müasir okeanlara bölünməsi, Lavrasiya və Gondvananın parçalanaraq müasir materiklər yaratması isə Mezozoy dövrünün hadisələridir. 28-ci sual. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Paleozoy və Kaynazoy dövrünün fərqli və ortaq xüsusiyyətlərini tapırıq. Hersin əmələ gəlməsi baş vermişdir. Kaledon, Hersin və Baykalın sonları Paleozoy erasında baş vermişdir. Birinciyə A uyğun gəlir. Sonra Himalay dağları yaranmışdır. Himalay dağları Kaynazoy erasında yaranıb. C-də deyir, müasir relyef formalaşmışdır. Müasir relyef də Kaynazoyda formalaşıb. Qədim dağ sistemləri formalaşıb. Qədim dağ sistemləri Paleozoy erasında formalaşıb. Sonra Fanerozoy eonuna daxildir. Üçüncü, Fanerozoy eonuna daxildir. Buna görə 1-ə AD, 2-yə BC, 3-ə də Y, cavabımız da oldu B variantı. 29-cu sual. Paleozoy erasından baş verən hadisələr. A variantında deyilir ki, örtü toxumlu bitkilərin və ay döşəklərin yaranması. Örtü toxumlu bitkilər Paleozoy erasında yox, Mezozoy erasında yaranmışdır. Ay döşək isə Paleozoyda yaranıb. Bunu necə yadda saxlamaq olar? Çılpaq toxumlu, iynə yarpaqlı və ay döşəyi Paleozoy erasında yaranıb. Bunu çiyə kimi yadda saxlaya bilərsiniz. Paleozoyda çılpaq toxumunun yarandığını bilsəz, Paleozoydan sonraki mərhələdə, yəni Mezozoyda örtü toxumlu bitkilər yaranıb kimi yadda saxlaya bilərsiniz ardıcıllıq şəklində. Belə deyir ki, ilk bakteriyalar meydana gəlib, Baykal qırışıqlığı formalaşıb. İlk bakteriyalar Paleozoyda yox, Kriptozoy eonunda yaranıb. Arxeya və Proterozoyda. C-də deyir, yosunların, bakteriyaların, onurğasızların əmələ gəlməsi kimya qırışıqlığı.
Bilmirsiniz yosunlar, bakteriya, onurğasızlar harda əmələ gəlib. Qırışıqların hansı eralarda baş verdiyini bilməlisiniz. Kim bilir qırışıqlığı? Mezozoyda yaranıb. Mezozoyda. Ona görə C variantı da doğru deyil, A variantı da doğru deyil. Sonra deyir ki, suda qurda yaşayanların və sürünənlərin inkişafı Tetis okeanının parçalanması. Yenə bilmirsiniz suda qurda yaşayanlardır, sürünənlərdir, nə vaxt yaranıb. Tetis okeanının parçalanmasını yazın, yadınıza salın. Tetis okeanı parçalanmışdı Kaynozoyda. Yəni paleozoy ilə heç bir aidiyyatı yoxdur bunun. Yerdə qalır Y variantı. Suda qurda yaşayanların, sürünənlərin inkişafı və kalidium qırışıqlığı. Bu tamamilə doğrudur. Cavabımız olur Y variantı. Növbət tapşırığa baxırıq. Burada deyir ki, el-əlbən diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Kalidium və Helsin qırışıqlığının ortaq və fərqli cəhətlərinə baxırıq bu sualda. Birincisi deyir, Appalaz dağları formalaşmışdır. Appalaz dağları hər iki qırışıqlıq zamanı paleozoy erasında formalaşıb. Qədim dağlardır. 3-ə 1 uyğun gəlir. İkinci, Perm və daş kömür dövrlərində baş vermişdir. Gəlin biraz paleozoy erası ilə bağlı danışaq. Paleozoy erasında dövrlər qədimdən cavana doğru Kembri, Ordovik, Silur, Devon, daş kömür, qısa yazdım, və Perm dövrlərinə bölünür paleozoy erası. Yəni 6 dövrü var. Bu 6 dövrün ərzində 3 dağ əmələ gəlmə mərhələsi baş verib. Kembri və Ordovik yaranıb Baykal dağ əmələ gəlməsində. Baykal dağ əmələ gəlməsi həmçinin kriptozoy eonunda da baş vermişdi. Yəni həm kriptozoyda, həm panerozoyda baş verib. Silur və Devon isə Hersin dağ əmələ gəlməsində, Kalidon dağ əmələ gəlməsində, dövrünə uyğun gəlir. Daş kömür və Perm eralarında isə Hersin dağ əmələ gəlməsi baş verib. Hersin. İndi bu bizə bir qədər kömək edir bu izah. Deməli, Perm və daş kömür dövrləri uyğun gələcək o zaman Hersin dövrünə, Hersin qırışıqlığına, üzr istəyirəm. Daha sonra Lavrasiya qonularla parçalanan müasir materiallar əmələ gətirmişdir. Geoxronoloji cədvəli yadımıza saldıqda xatırlayırıq ki, Lavrasiya və Gondwana parçalandıqda bunların parçalanması baş vermişdir Mezozoy erasında. Yəni paleozoy ilə heç bir əlaqəsi yoxdur. Üçüncü variant tamam səhvdir, heç birinə uyğun gəlmir. Dördüncü isə Devon və Silur dövrlərində baş verdiyini qeyd edir. Devon və Silur dövrləri gördüyünüz kimi, qeyd etdiyimiz kimi Kalidon qırışıqlığına aiddir. Bu paleozoy erası bir qədər çaşdırıcıdır, diqqətli olmağınız vacib. Cavabımız oldu A variantı, 30-cu sualda. Keçirik 31-ci suala. Yerin planetar inkişaf mərhələsinə baş vermiş hadisələrin ardıcıllığının pozulduğu sıranı bizdən müəyyən etməyimizi istəyir. Bu sırayla bir-bir baxaq. Birinci sırada deyilir ki, qaz və toz dumanlarının birləşməsi, asteroidlərin yaranması, yerin soyuq planet kimi formalaşması. Bu tamamilə doğrudur. Bizdən zaten yanlış olan, yəni pozulan sıranı istəyir. İkincide deyir ki, yer bir planet kimi formalaşıb, daha sonra onun daxilində temperatur artıb, sonra ay erası baş verib. Ay erasını yadımıza saldıqda bilirik ki, kütləvi vulkan püskürmələri baş verib. Temperatur artıb ki, ay erası baş verib. Bu da doğrudur. Daha sonra ay erası zamanı kütləvi vulkan püskürmələri baş verdi. Vulkanın tərkibində təkcə lava yoxdur ki, onun tərkibində su buxarı da var, digər qazlar da var. Bu qazlar ilkin atmosferi yaratdı. Yerin qabığı bir qədər artıq formalaşdıqdan sonra isə bu atmosferdən yağıntılar ilkin okeana pantalası yaratdı. Bu da doğru sıradır. Daha sonra yenə dördüncüdə ay erasından bağlı sualdır. Ay erası oldu. İlkin yer qabığı yarandı ki, atmosferdən
temperatur bir balaca normallaşsın. Normallaşandan sonra da ilkin atmosferdən yağıntılar düşdü və ilkin okeanın pantalası yaratıb. Bu da tamamilə doğrudur. 5-cidə deyir ki, ay erası oldu. Ay erasından sonra ilkin okean yarandı. Daha sonra isə yerin daxilində temperatur artması baş verdi. Burada sıra tamamilə qarışıb. İlkin okeanın yaranması ay erasının, daha sonra ay erasından sonra ilkin atmosferdən sonra yer qabının formalaşması, sonra okeanın formalaşması kimi hadisələri yaddan çıxararaq yazılmış bir şeydir. Cavabımız ona görə olur. Bu da C variantı. 32-ci sualda bizdən soruşulur ki, 32-ci sualda bunu silim, daha yaxşı olsun belə. Kriptozoy və Fanerozoy eonlarına aid olan xüsusiyyətləri müəyyən edin. Kriptozoya arxey və proterozoy aiddir. Fanerozoy isə paleozoy və mezozoy. Bu cür işarələdim ki, daha aydın olsun. Daha sonra Lavrasiya və Gondvananın parçalanaraq müasir materikləri əmələ gətirməsi. Lavrasiya Gondvana parçalanmışdı mezozoy dövründə. Mezozoyda. 4-ə A variantı uyğun gəlməlidir. Fanerozoy eonunda baş vermişdi. Qədim qırışıqlıqların, güclü vulkanizmin başlanması. Bu kriptozoyda baş verib. Hansı dövrünə, yəni arxaya və yaxud da proterozoya aid olduğunu bilmiriksə, hələ ki onu dəyməyək. Burada bu arxaya aiddir. Daha sonra tək-tək onurğasızların əmələ gəlməsi. Tək-tək onurğasızlar da başlamışdı proterozoyda yaranmağa. Daha sonra Pangeyanın Lavrasiya və Gondvana qurğularına parçalanması. Bu da paleozoy erasında baş verən hadisədir. Cavabımız olur ona görə Y variantı. 33-cü suala baxırıq. Fanerozoy eonu verilir burada. Fanerozoy eonundan eralar ayrılmalıdır. Birincisinin yeri boşdur. Biz bu eranı yazmalıyıq ilk öncə, daha sonra bu dövrləri uyğun olaraq yazmalıyıq. Fanerozoy eonunda paleozoy, mezozoy və kaynazoy kimi dövrlər var. Ona görə də bir də ya olmalıdır kaynazoy ya da mezozoy. Antropogen dövrdə kaynazoy erasının dövrüdür. Kaynazoy erası 1-ə uyğun gəlir. İkincidə görürük ki, başqa bir variantı kaynazoy yoxdur. Bu 1-ə uyğun olacaq. Elə Y variantı doğru cavabdır, amma yenə yoxlaya davam edək. 2 ya paleogen olmalıdır, ya da neogen. Neogen burada var, amma o da mezozoy yazılıb orada. Ona görə uyğun deyil, yəni ona görə 2-ni götürürük. Üçüncü isə paleozoyun dövrləri. Elə burada uzatmağın mənası yoxdur. Y variantını götürək. 34-cü sualda yenə ay erası ilkin okeanın ilk atmosferin yaranması ilə bağlı bir sualdır. Yerin planetar inkişaf mərhələsinə baş vermiş hadisənin ardıcıllığının pozulduğu sıranı müəyyən edin. İlk olaraq ay erası baş verdi. Ay erası baş verəndən sonra vulkanizm oldu, ilkin atmosfer yarandı, sonra ilkin yer qabığı formalaşdı, bu atmosferdən yağıntılar düşdü və ilkin okean yarandı. Bir doğrudur. Bizdən doğru olmayanı, pozulan sıranı istəyir. İkincidə, yer bir planet kimi formalaşdı. Yerin daxilində temperatur artdı və ay erası yarandı. Bu da tamamilə doğrudur. Üçüncüdə bizə deyir ki, ay erası oldu. İlk atmosfer yarandı, sonra ilk okean yarandı. Bayaq birinci sıranı izah eləyəndə demişdim orada onu. Ona uyğun gəlir. Dördüncüdə deyir ki, ay erası oldu. Sonra ilkin okean yarandı, sonra isə ilkin atmosfer. İlkin okeanın yaranması nəticədir. O nəticəyə gedən yolda proseslər isə ilkin atmosferin yaranmasıdır. Bir daha deyirəm, ay erası baş verdi. Güclü vulkanizm və s. axır. Vulkanın tərkibindən su buxarı, digər qazlar qalxdı havaya, ilkin atmosferi yaratdılar. Sonra yer qabığı möhkəmləndikdən sonra, yer qabığı bərkidikdən sonra, yəni vulkanizm dayandıqdan sonra bu atmosferdən temperatur aşağı düşdü və bu atmosferdən
Yağıntılar yer səthinə düşməyə başladı. Elə cavabımız burada 4-dür. Uyğunluq tamamilə pozulub burada. 5-ə də hər ehtimal baxaq. Qaz və toz dumanlığının birləşməsi, asteroid kütlələrinin yaranması, yerin soyuq planet kimi formalaşması. Bu da doğru variantdır. Onu götürməyib. Cavabımız olur C variantı. 35-ci sualda cədvələ əsasən uyğun sıraları müəyyən etməmizi istəyir. Birinci deyir. Birinci sırada. Mezo və Kaynozoy eraları eyni sayda geoloji dövrlərə bölünür. Düzdür. Mezo erasını bir daha yadımıza salaq. Trias, Jura, Təbaşir. Kaynozoyda nələrdir? Paleogen, Neogen və Antropogen dövrlər var. Hər ikisində 3-dür. Bu doğrudur. Biri doğru götürürük. 2-də dəmir və polimetal filizləri, qranit yataqları arxedə yaranmağa başlamışdır. Dəmir və polimetal filizlərini yadda saxlayın. Bunlar həqiqətən də arxe dövründə yaranıb. Bu doğrudur. Amma burada doğru yox, yanlış yazılıb. Ona görə də biz bunu uyğunluq kimi götürmürük. Uyğun deyil bu. Üçüncüdə, yerin inkişafı boyunca dəniz və quru mərhələləri bir-birinə əvəz etmişdi. Bu doğrudur. Buna deyirik transqressiya və reqressiya halları. Bu doğrudur. Bir-birinə əvəz edib daim. Biri baş verib, sonra birisi baş verib. Dördüncüdə, Tetis okeanı Lavrasiya materikindən şimalda qalan geniş ərazini əhatə edib. Tetis okeanı Lavrasiya materikinin daxilində olan bir okean olub. İndiki Xəzər dənizi, Aral gölü, Aralıq dənizi, Qara dəniz və s. Bu doğru deyil. Bu yanlışdır. Dördünə görə doğru götürmürük. 5-də deyir ki, kriptozoy eonunun sıxırlarında zəngin bitki və heyvan qalıqları müəyyən edilmişdir. Kriptozoy eonu adından da məlum olduğu ki, gizli həyatdır. O dövrün sıxırlarında nə bitki, nə də heyvan qalıqlarına rast gəlinməyib. Rast gəlinməyib deyəndə, yəni günümüzə gəlib çatmayıb. Ona görə də bu yanlışdır. Elə yanlış olaraq verildiyi üçün də biz onu götürürük. 6-da deyir ki, Lavrasiya və Gondwana Paleozoy erasına parçalanaraq müasir materikləri əmələ gətirmişdir. Lavrasiya və Gondwana Paleozoyda yox, Mezozoyda yaranmışdır. Bu doğru deyil. 6-cı variant ona görə doğru deyil. Cavabımız olur 1, 3 və 5. 36-cı suala baxırıq. 36-cı sualda deyilir ki, Mezozoy qırışıqlığı ilə alt qırışıqlıq zonalarının oxşar xüsusiyyətləri nələrdir? Hər ikisinə Avstraliya materikində rast gəlinmir. Bu tamamilə doğrudur. Ümumiyyətlə, Cənub yarımkürəsində Mezozoy qırışıqlığına yalnız və yalnız Kalimantan arasında rast gəlinir. Mezozoy dövrünün süxurlarına. Bu oxşar xüsusiyyətdir. Daha sonra, geosenkalın inkişafının 4-cü mərhələsi nədir? Alt qırışıqlı geosenkalın inkişafının 4-cü yox, 3-cü mərhələsində. Bu oxşar xüsusiyyət deyil. Fəaliyyətdə olan vulkanlara rast gəlinir. Hər ikisinin ərazisində fəaliyyətdə olan vulkanlara rast gəlinir. Bu tamamilə doğrudur. 4-cüdə deyilir ki, Şərqi Avropa düzənliyində kiçik sahədir. Kiçik sahə tutmalar biraz daha fərqlidir bir-birinə görə bunlar. Orta qırışıqlıq vilayəti hesab olunur. Orta qırışıqlıq vilayəti Mezozoydur. Alp yox. Oxşar xüsusiyyət deyil buna görə. 37-ci sualda deyilir ki, yerin planetar inkişaf mərhələsi üçün səciyyəvidir. Yerin bir planet kimi formalaşmasından burada söhbət gedir. Müasir cağındaqlar yaranmışdır. Bu planetar uyğun gəlmir. Bu geoloji inkişaf mərhələsidir. İkincide deyir, kütləvi lava püskürmələri baş vermişdir. Kütləvi lava püskürmələri ay erasına baş vermişdir. Bu da planetar inkişafın bir mərhələsi idi. Bu doğrudur. Yuxarıda qeyd etməyi unutdum. Cavabımız olur 1, 3. Sonra 3-cü tapşırığa baxırıq. İri neft və qaz yataqları yaranmışdır. İri neft və qaz yataqları Mezozoy və Kaynozoy eralarında yaranıb. Bu geoloji inkişaf mərhələsinə aiddir. Planetara yox. 4-cü. Kimmeri dağılma gəlmə mərhələsi baş vermişdir. Kimmeri dağılma gəlmə mərhələsi Mezozoy erasında baş verib. Mezozoy erasında aiddir geoloji inkişaf mərhələsinə. Planetara yox. İlkin atmosfer yaranmışdır. İlkin atmosferin yaranması planetar inkişaf mərhələsinə aiddir. Planetar inkişaf mərhələsi ümumiyyətlə ilk vahid okean olan Pantalasın yaranmasına kimi olan dövrü əhatə edir. Cavabımız ona görə də olur 2 və 5. 8-ci suala baxırıq. Yerin planetar inkişaf mərhələsi üçün səciyyəvidir. Yerin bir planet kimi inkişafından söhbət gedir burada.
Materik tipli yer qabağı əmələ gəlmişdir. Materik tipli yer qabağı yerin geoloji inkişaf mərhələsində əmələ gəlib. İri neft və qaz yataqları yaranmışdır. Bunu bayaq da dedim. İri neft və qaz yataqları yaranıb Mezozoy və Kaynozoy dövründə. Bu da geoloji inkişaf mərhələsidir. Planetar yox. Üçüncüdə, yer səthinə kütləvi yağışlar yağmışdır. Dedik ki, planetar lasısının yaranması ilə planetar inkişaf mərhələsi bitir. Və nə yaranır? Planetar inkişaf mərhələsinin bitməyinə geoloji inkişaf mərhələsi başlayır. Yer səthinə kütləvi yağışlar planetar lasının yaranmasını gətirib çıxarmışdır və bu planetar inkişaf mərhələsinə aiddir. Dördüncü, radioaktiv parçalanma nəticəsində mantia maddələrinin əriməsi baş vermişdir. Radioaktiv parçalanma nəticəsində mantia maddələrinin əriməsi baş verib. Bu aiddir. Kaledon və Hersin dağılmaya gəlmə mərhələləri olmuşdur. Kaledon və Hersin dağılmaya gəlmə mərhələləri Paleozoy erasına aiddir. Paleozoy. Paleozoy da geoloji inkişaf mərhələsinin bir erasıdır. Ona görə bu uyğun deyil. Cavabımız 3 və 4. Dokuzuncu sualda deyilir. Suxurlardakı daşlaşmış bitki və heyvan qalıqlarına əsasən onların yaşadığı dövrün şəraitini müəyyən edilir. Suxurlarda daşlaşmış bitki və heyvan qalıqlarına əsasən onların yaşadığı dövrün şəraiti müəyyən edilir. Bəli, bu doğrudur. Bizə uyğun sıralar istənir zaten. İkincidə, Kriptozoy eonunda yaranan suxurlarda canlı orqanizm qalıqları tapılmadığı üçün bu eon gizli həyat eonu adlandırılır. Bu doğrudur, amma yanlış verilib. Ona görə də uyğun sıra deyil. Suxurların tərkibində qalan qurğuşunluğun miqdarına görə onların neçə il əvvəl yarandığı müəyyən edilir, təyin edilir. Bu doğrudur, doğru da verilib. Nisbi yaş suxurların bir-birinə nəzərən təyin olunan yaşıdır. Bu doğrudur, amma qarşısına yanlış verilib. Məlumat doğrudur, qarşısına verilən yanlışa görə yanlış götürüyor onu. Sonra, suxurların mütləq yaşı onların yatım ardıcıllığına, tərkibindəki bitki və heyvan qalıqlarına əsasən müəyyən edilir. Suxurların mütləq yaşı onların yatım ardıcıllığına, tərkibindəki bitki və heyvan qalıqlarına əsasən müəyyən edilmir. Suxurun tərkibində qurğuşun miqdarına görə, onun nə qədər müddətdə parçalanmağına görə və s. müəyyən edilir. Bu yanlışdır, yanlış da verilib. Ona görə biz uyğun bənd kimi götürürük. Üst qatlarda yerləşən suxurlar alt qatdakı suxurlara nisbətən daha qədimdir. Xeyr, üst qatdakılar daha cavandır. Bunu doğru götürüb biz də səhv götürürük. Cavabımız olur ona görə 1. Baxaq. 1 doğrudur, doğru götürmüşük. 3 doğrudur. Doğru da verilib qarşısında. 5 yanlışdır, qarşısında yanlış da verilib. 1, 3 və 5. Keçirik növbəti suala. 40-cı sual. Yerin geoloji inkişaf ardıcıllığını göstərən xəritə sxemləri qədimdən cavana doğru sırasını müəyyən edin. Xatırlayırıq, Wegenerin nəzəriyyəsində deyilirdi ki, ilk yaranan quru sahəsi Pangeadır. Yəni ikinci. Sonra Pangea 2 hissəyə bölündü. Lavrasiya və Gondvanaya. Onun ardınca 3. Birinci şəkil isə ən müasir vəziyyətidir. Cavabımız olur 2, 3 və 1. 40-cı tapşırığa baxırıq. 40-cı tapşırıqda deyilir ki, uyğunluğu müəyyən edin. Geoloji yerlər verilib. Kaynozoy, Mezozoy və Paleozoy. Sonra geoloji hadisələr verilib. Bunlara uyğun olaraq tapmalıyıq. Kaledon qırışıqlığı dağların əmələ gəlməsi. Kaledon qırışıqlığı dağları yaranıb Paleozoyda. Əmələ gəlib daha doğrusu. Tetis okeanının parçalanması. Tetis okeanı Kaynozoy erasında parçalandı. Nələrə parçalanmışdı? Xəzər dənizi, Aral gölü, Aralıq dənizi, Qaradəniz. Birə cavabımız oldu B. Cavan dağların yaranması. Cavan dağlar da elə Kaynozoy erasında yaranıb. D-də deyilir. Gondvana və Lavrasiyanın parçalanması. Gondvana və Lavrasiya Mezozoy erasında parçalandı.
Müasir okeanların əmələ gəlməsi. Müasir okeanlarda Mezzo erasında əmələ gəlib. Mezzo erasında əmələ gəlib, Pantallas okeanı parçalanıb və o əmələ gəlib. 1-ə BC, 2-yə D-yə və 3-ə A. Dinlədiyiniz